Salam. 20 aprel 2025-ci ildə 9-lara düşən buraxılış imtahanı riyaziyyat suallarının cavablarını deyirəm. 57-ci sualda üzərində qeyd ediləm, həlləri isə birazdan paylaşılır. 57-ci sualda cavab D variantı, 58-ci sualda B variantı. İndi hər hansı bir səhv yanlışlıq olarsa izahlarda düzəldiləcək. 59-cu sualda A variantı, 60-cı sualda B variantı, 70-ci sualda 61-ci sualda daha doğrusu B variantı, 62-ci sualda 62 Y variantı, 63-cü sualda B variantı, 64-cü sualda A variantı, 65-ci sualda Y variantı, 66-cı sualda C variantı, 67-ci sualda Y variantı, 68-ci sualda C, 69-cu sualda C variantı, 70-ci sualda D variantı, 71-ci sualda 71 oradadır. D variantı, 72-ci sualda cavab 2, 73-cü sualda 22, 74-cü sualda 18, 75-ci sualda 1,5, 76-cı sualda 1720 qəpik alınır. İndi onu manata çevirmək olar. 1720 qəpik. Yenə deyirəm, hər hansı hesablama yanlışlıq olarsa, indi izahını paylaşacağım birazdan. 77-ci sualda 35, 78-ci sual 180, 79-cu sualın izahda deyəcəm. Vaxt aparır deyə 80-ci sualda deməli 80-ci sualda 130, 81-i də izahda deyəcəm.